hər vaxtınız xeyir olsun. Satışa yeni bir həyət evi çıxıb. Zəhmət olmasa videoya sonradakı baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev 10 sot torpaq sahəsində inşa olunub. Şəxsi özünə tikilmiş evdir. Ümumi 6 otaqdan ibarətdir. Bura bağ sahəsidir. Qeyd etdiyim kimi şəxsi özünə tikilmiş evdir. Evin fasadı qabançıq daşlardan üzlənib. Həyətdə müxtəlif növ meyvə ağacları var. Ətrafı da tam yaşayışdır. Bura evin həyət hissəsi çardaqla bağlanıb və sol tərəfi də bağ sahəsidir. Yerləşmə yeri Zabrat Məşdağa yoludur. Məşdağa qəsəbəsinin giriş hissəsidir. Avtoservisə yaxın məsafədədir. Həyət üçün sanitar qovşağı da var. Tam təmirli həyət evidir. Gördüyünüz kimi bütün evin fasadı qabançıq daşlarından üzlənib. Bura həyət üçün hamam və sanitar qovşağı. Bir neçə maşın rahatlıqla daxil olur. Daxil olduq evə. Bura evin qonaq otağı və qonaq otağından da digər otaqlara paylanılır. Polo parketdir. Qeyd etdiyim kimi şəxsi özünə tikilmiş evdir. Yerləşmə yeri Zabrat Məşdağa yoludur. Ümumi 10 sotdan inşa olunub. 6 otaqdan ibarətdir. Evin 3 yerdən monolit betonu var. 1-ci mərtəbə, 2-ci mərtəbənin arası hissəsi və kirişanın alt hissəsi. Və bura yataq otağı. Tavan hündürlüyü də 3.10-dur. Sağda da mətbəx. Ev sizdə satış zamanı əşyalı və əşyasız satıla bilər. Qiyməti videonun aşağı hissəsində qeyd olunubdur. Və burada eyvanı, yeri stipoldur. Kənarları da cam balkonla bağlanıb. Manqalnisi və yay mətbəxi də var burada. Qeyd etdiyim kimi əşyalı və əşyasız satıla bilər və buradan da evin zirzəmisinə keçid var. Və burada zirzəmi hissəsi və gördüyünüz kimi də monolit betondur. Qalxaq 2-ci mərtəbəyə. İkinci mərtəbənin dəhlizi sol tərəfdə bir otaq. Qeyd etdiyim kimi əşyalı və əşyasız satıla bilər. Hamam və sanitar qovşaq. İkisi birlikdə. İkinci yataq otağı. Və bu qapıdan da eyvana çıxış var. Və qeyd etdiyim kimi də 3 yerdən monolit betonu var evin. Sənədi torpağın çıxarışıdır. Şəxsi özünə tikilmiş evdir. 3-cü otaq. Və 4-cü yataq otağı. Elanı təkrarən yeniləyim. Ev yerləşir Zabrat Məşdağa yolunda. Avtoservisə yaxın məsafədədir. 10 sotda 2 mərtəbə 6 otaqdan ibarətdir. 3 yerdən monolit betonu var. Sənəd torpağın çıxarışıdır. Qiymət videonun aşağı hissəsində qeyd olunubdur. Əşyalı və əşyasız satıla bilər. Əlavə suallarınız üçün nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.